Salam, hər kəsi salamlayıram. Hal-hazırda Gürcüstan sərhədini keçdik. Gürcüstan sərhədində heç bir problem yaşamadıq. Yəni Gürcüstan tərəfdən deyirəm, Azərbaycan tərəfdən bu sözü təəssüflər olsun ki, deyə bilmərəm. Təbiət yolların kənarıdır belə. Bir də bir şey gördüm mən, postu keçəndən sonra orada göstərir ki piyadalar yolun ortasına girdiler. Postu keçəndə orada yazdı ki şeydir, yaşayış yerində yaşayış yerində 60'la burada 40'da ama orada böyük bir plakatda yazılıb yaşayış yeri şəkil qoyulub. Yaşayış yerində 60, yaşayışdan kənar yerlərdə 90 ilə sürə bilərsiniz. Böyük yolda da 110. Mən çox yaxşı məlumatdır. Radar qoymayıblar, amma belə bir subliminal mesaj veriblər yəni ki. Burada məcbur yavaşlamalıdır. Bura Laqadex şəhəridir. Çox köhnədir. Burada Azərbaycanda kimi evlərə də çox şey eləmirlər, fikir vermirlər. Yəni yaşayış olsun əsas. Azərbaycanda heç fikir vermirlər yəni. Azərbaycanda kimi deyirəm də, yəni Azərbaycanda fərqli olaraq yəni. Fərqli olur. Çünki Azərbaycanda tək zaborun hündürlüyü buradakı Navastrokanın hündürlüyü. Burası da düzdür. Bura Laqadexin avtovazalıdır. Trampilin gözəlliyinə var, bir dənə içimiz hikayələr. Hiçbir şey. Bunlar həqiqətən Gürcüstanın qiymətlər demək olar ki yarı deməzdim, yarıdan azca bahadır. 20 manatın hardasa 28 lari. O heç, yəni bazarlığı deyirəm, məsəl üçün bazarlıq. Bahadır. Bahadır bazarlıq. Bazarlıq baha deyil, bizim manatımız. Yox, manat rəhmət edib, Allah rəhmət edib. Nəysə, şey olur. Buranın qanunvericiliyi bilmirik, telefonla video çəkir gedirik yəni. Yox, mən nəyimi qayı saxlayanda nə deyəcək? Adi siqaretə götürürəm mən. Siqaretə nəzərən çox bahadır. Məsələn, Azərbaycanda 1 manat olan siqaret burada minimum 1 manat 50 qəpik, 1 manat 60 qəpik. Nə siqaret? Kent olsun. Çünki mən şeydə Kutaisidə olan vaxtı bir 10 gün Kutaisidə qaldım. Santrediya qəsəbəsində. Şəhərdir bəlkə. Qəsəbə deyim, rayon deyim, belə bir şeydir. Orada həqiqətən, çox həqiqətən bahaçılıqdır. Bilmirəm bu tərəflərdə elədir ya yox. Qapalı bazar, 6-cı gün olacaq. Bazar olacaq aslında. Bahaçılıqdır, çox bahaçılıqdır. Adi kola bizim... Kola bahadır, amma siqaret inanmıyorum. Produkt, yemək, içmək bunlar ucuzdur. Yox, mən sırf özümdən götürürəm. Yəni, bunu yaşamasam demərəm. Həqiqətən çox bahaydı. Bizim pula çevirəndə konkret 2 paskaların puluna... Ona görə soruşurdular məndən. Məndən soruşdular ki, səndə siqaret də aparırsan, alkol aparırsan. Ona görə soruşurlar. Özdə Azərbaycan gömrüyündən fərqli olaraq burada gömrükdə İngilis dilində danışır. Rus dili bilmirəm mən o qədər də. Ona görə İngilis dilində danışdım. Yəni İngilis dilində çox qəşəng danışırlar. Yəni dərdimizi izah edə bilirik. Cem Yılmaz demişlər. Azərbaycanda onsuz da öz dilimizdə danışırıq, amma bilirəm ki, İngilis dilində danışmırlar Azərbaycanda. Gürcüstanda azca məlumat verim. Həyat sığortası var Azərbaycandan fərqli olaraq. Həyat sığortası nədir? Yəni hər hansı bir kəs xəstələndirikdə onun xəstəxana xərclərini sığorta qarşılayır. Gürcüstanda benzinin qiymətləri Azərbaycanda kimi zapravkalarda eyni qiymətdir. Yəni yanıcı doldurma məntəqələrində hərəsində Amerikada kimidir. Qalp zapravkası var. QUF yazılır. Amerikada bəlkə də videolarında görmüşsünüz o yanacaq doldurma məntəqəsini. Baxa bilərsiniz, burada radar işarəsi var. 60'a radar qoyulub. Öz qabaqda da radar qoyulur. Göstərəcəm indi. Bu da radar 60. Baxın. Radar işarəsi var, ardınca radar qoyulur. İşləməyə haqqında heç bir həll yox. Yəni burada yanacaq doldurma məntəqələri bu həmin qalp yanacaq doldurma məntəqəsi Amerikada da var.
Radarlar da burada, Azərbaycan yəni harda başqa radar işarəsi varsa arkasında radar var yəni. Amma belə Azərbaycanda kimi sürprizlə qarşılaşmır da heç bir sürücü. Qarşıda bizə uşaqlarınızı gözləmir. Çorluğun arxasında gizlənmiş şəkildə. Bu da Gogo'dur. Lamazi Gogo. Belə başqa nə məlumatlar bilirik? Qabaqda oturan məcburi şəkildə şey qoymalıdır. Təhlükəsizlik kəməri vurmalıdır. Bu da Amerikada kimidir. Azərbaycanda da var, amma biraz fərqlidir. Nəyə görə? Burada oturan təhlükəsizlik kəmərini bağlayır, yəni Azərbaycanda kimi qay görəndə bağlamır. Maşınların qiyməti burada ucuzdur. Eşək burada. Mən də öz bildiklərimi demək istəyirəm. Gürcüstanda oğlana Bico deyirlər. Qıza da ki Gogo. Gogo? Gogo, hə. Yəni xanım, bizdə ay xanım deyəndə burada Gogo deyirlər. Şən Lamazi Gogo o deməkdir ki, mənim gözüm. Burada yolların kənarında azdan çoxdan ağaclar var yəni. Bilmirəm, kənd yerlidir deyir. Çünki burada azdır, amma mən bizdə getmişəm, səfirliyə gedəndə də çox getmişəm, yəni Batumda da getmişəm. Yəni mən yolun kənarına ağacsız təsəvvür edə bilmirəm burada. Yəni ən azından şam ağacları olur, ən azından meşə var. Burada biraz yaşıllığa önəm verirlər. Yox, önəm vermirlər, sadəcə toxunmurlar ağaçlara. Buna görə də yaşıllıq öz yerində qalır. Varsa bizdə belə ağac görə bilməzsən ki, yaşlı ağacdır. Bizdə getmişdir. Kəsmişlər. Burada yox, burada yox. Necə var, elə də qalmalıdır ağac. Burada toxunmurlar. Bax, quruyan ağacdır. Bax, sana fikir ver. Ağac quruyub, yoxdur. Amma durur. Toxunmurlar. Ağac nə qədər ki, ayaqda qalır, dura bilir, qoyacaqlar. Yoxsa yıxıldı ya, onu da götürür. Sonunda da kimsə bədbəxt eləmir. Evlər də tane evdir. Burada kubikdən ev çətin tapılar. Yəqin ki, burada kubik yoxdur, nə bilim, bilmirəm heç, amma kubikdən ev yoxdur yəni ki. Yəni Azərbaycanda da yoxdur kubikdən evdən, ağlay, belə şeylər yoxdur. Yonma kubikdən. Yonma kubik heç yoxdur. Yəni 3 mərtəbəli evlər. Yəni Azərbaycanda necədir, burada da elədir. Villa, belə şeylər olmur. Azərbaycanda olmadığı kimi burada da həqiqətən yoxdur. Sola baxırsınız, sol sağ, yəni hamı öz kərpicdən evlər tikilir. Ağac da deyil, amma kərpicdən evlər tikilir. Təzə evlər yoxdur burada, yəqin ki, köhnə kənddir, amma görürük ki, mən indi iş orasındadır ki, 60 metrə yaxşı sualdır. Biz dönməliyik. Dəqiq deyə bilmərəm, amma mən düz getsəm yaxşı olacaq. Xəritədən istifadə eləmirəm, amma təxmini yadımda qalır. Bu, mənim dostumun babası rəhmətə gedir, vallahi rəhmət eləsin. Amma indi ora gedirəm. Bir-iki dəfə gəlmişəm bura. Ona görə belə tanımıram. Biraz da aynaya bağlı. İndi dağın üstünə gedəcəyik. O dağın üstündə inşallah video çəkək. Göstərəcəm. Orası çox qəşəngdir. Bu videomda sağlığı olsun, inşallah Amerikaya qayıdandan sonra paylaşacağım. Bu günahı yeri yoxdur. çox bu gömrüyü hələ bir dəfə də keçməliyəm mən yəni ki. Ona görə də mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bugün də fəxr edirəm. Həmişə fəxr eləmişəm, amma sabah fəxr eləməyə adam tapın özünüzə. Mən zarafat edim. Mən bir gözüm bir dənə güc zarafat güclər. İçində köşər sözüm, mən şey deyim. Olar, problem yoxdur. Saxla. Bir yerdə saxlayacağım. Sağda geniş şey var, saxlayarsan. Çünki peravallara yaxınlaşdırıb, orada bacar bilərsən. İkisi də bir anda. Evet. Bu saxlayayım, mən video çəkmək istəyirəm. Buralar çox qəşəng yerlərdir. Hoşuma değil.
istəsən. Yani bu maşınımızda da orta açık olduğu için. Ben buraları çekeyim biraz. Təhlükəsizlik kəmərimiz öz yerində. Tam işlek vəziyyət. Tam işləməzdik, şimdi koşmalıyıq. Sən koşmamışdın, eləməyə qoymuşdun. Ben senden biraz araba olduğum için çatmamışım. Hiçbir şey. O zaman orada söylemek istemedim. Aha, laf yaxşı. Deməli belə. Ragin de bir oldu. Ragin de. Geçdi video. Bu Perival'ın adı yadından çıkıyor. Bu Peraval Qabalın Peravaldır, gedirik. Qabala hələ var. Var Qabala gedən yol. Bu nəsə başqa şeydir adı. Biraz qışda bırakmasındır. İşte yolları açıqlar yəqin ki, heç bilmirəm. Amma bu Gürcistanın yol təmizlənmə haqqında heç bir məlumatım yoxdur mənim işte çünki bura buz oldu, qar oldu. Necə olur bu haqqda mənim heç məlumatım yoxdur. Ona görə mən Perivaldan biraz çəkinirəm burada. Amma şükür Allah'a ki bugün hava çox qəşəngdir. Biraz Soyuq var amma. günləri soyuq var amma ki yəni yağıntı yoxdur. Çöküntü yağıntı yoxdur. Bir də taksi gözləyir. Ha, buradan bir dənə yavaş sürərsən, mən bir dənə aşağı çəkəcəm. Saxla var, saxla. Burada geniş yer olmalı. Var, Qabala var. Qəşəng. Mən buradan bir dənə qəşəng yol düşür, yol göstərəcəm. Buranın qarolda var. Heç nə olmaz. Bura havayı. Allah. Baxın necə gözəldir. İstərdim ki, sən bir dənə eləsin, buranı. Həqiqətən zarafat öz yerində, zarafat öz yerində. Mən Gürcistana çox gəlmişəm həddindən artıq. Amma burada min də keçmişəm. Orada şəkil var, aşağıda şəkil çək. Ya, Bilirəm. İstə. Buradan bir dənə şəklini çəkərsən da video çəkər. Mən burada çox olmuşam amma buranı görməmişəm yəni. Çək sonra çox danış. Axşam çox çəkmə. Video gedir. Öz yerində. Baxın. Bu da mənim dostum Elçin müəllim. Can müəllim. Bura çox gözəldir, yəni belə videoda necə düşür bilmirəm, çalışıram. Əsintisi çəkin bir dənə. Çox gözəldir, yəni biz gedəcəyik o dağlar tərəfə. Görünür hansı ki. İnşallah yavaş-yavaş düşür. Səni çəkin. Bir dəqiqə. Göstərmədən bir necə yerlər var mı? Ben çəkin görsün ki video gedir hava. Selfie'ler. Çok qəşəng. Geri gələndə mənim şəklimi çəkərik burada. Daha video çəkirəm. Evet ağzı. Sen sür. Ayaqlarım mənim belə. Gürcistan'da biraz benzin qiyməti Azərbaycandan nisbətən ucuz, bahadır. Söndürmüşük. Nol. Ha? Hər şey gözəl. Kəmərə yerləşmirdi, taxmalıdır da məzun. Gürcüstan'a tanımaz. Burada mən dostumun Nivasını sürəndə arxası sürüşü qəşəng. Biraz təhlükəlidir. Sen şəkillərə bir şey verdin bu şeydə. O çox deputat şəkilləri idi. Deputat şəkli, yəni deputatlar burada nə səviyyədədir ki? Bir məlumat da verim. Hazırda getdiyimiz kənd Qabal kəndidir. Əslində 4 dənə kəndin birləşməsi Qabal adlanır.
Bildiyim biri Uzuntala, Gəncəlilər, yavaşdır, pas kəsib avratdır. Uzuntala, Gəncəlilər, bilməm, o birisi adları yadından çıxıb. Bilirdim əslində. Orada Azərbaycanlılar yaşayır. Hamısı Azərbaycanlıdır, Gürcü orada çox azdır. Qardaşlarımız da var. Bir dənə saxla bunlarla söhbət edək. How are you doing? Where are you from? France. France? Do you know English? Sorry? Do you know English? Yeah. You are gonna go Azerbaijan? Azerbaijan, Yeah, be careful, man. Really? Yeah, I'm from Azerbaijan. Onlar qorxuzluq yəni, bundan sonra inanmıram. Abla Fransa'dan gəliblər yəqin ki. Fransadan bura velosiped sürürlərsə həqiqətən halal olsun, onlara qəşəng qara çöpəndirindən təbliğ vermək olardı. Aha. Buranın görürsən maraqlı şeylərindən biri sucuqdur. Bu üzümdən hazırlanır. Azərbaycan dilində cüçxela. Gürcü dilində cüçxela deyəcək. Cüçxela? Hə. Tərcüməçimiz də var burada. Cüçxela. Sonra baba da öyrənirsən Gürcü dilində. Ha. Sucuqdur, sucuq üzümdən hazırlanır. Amma içində fındıq, qoz ləpəsi, badam olur. Yəni üstü belə uzun kalbasa kimi bir şeydir, amma şeydir, tam da çox dadlı şeydir. Üzümün, gel kimi də bu şey kimi üzüm ləpələri elə bil ipə salıblar. Üzümün suyuna qaynadılmış uzun suyuna salıb çıxarıb qurudurlar onu. O çox gözəldir. O qədər qaynadığı ki, iris konfet kimi bir şey olur. Çox ləzzətlidir. Yox qaqaş, Gedirik, nə olur? Nə deyirdim? Sonra buri var, Gürcü çörəyi. Qardaşın əlində gedir çörəyi hazırda. Ben video çəkmədim. Qardaş çörəyi aparırdı. Buri deyirlər burada. Həmin o çörəyə, o çox dadlı çörəkdir. Təndir çörəyi kimi bir şeydir, amma yəni tam dadlıdır. Onu da Gürcü pendirindən qəşəng yeyəndə, yəni qoyun pendirindən o ləzzətli gedir. Bir də sizə bir məsləhət vermək istəyirəm. Xaçapuri, bir dənə üzr istəyirəm. Xaçapuri Gürcüstanda ən yeyilməli şeylərdən biri. Mən Tiflisdə yerini bilirəm, çox qəşəng. Xaçapuridir. Çox dadlı olur buranın xaçapuriləri. Sonra Gürcü xəngəlidir, adından məşhurdur. Azərbaycanda da var yəni bu. Mən də xoşlayıram, amma sözünə qüvvət. Burada bilmirəm nə ətindəndir, ona görə çox da üstünə getirəm. Sözünə qüvvət, Tiflisdə bir qəşəng yer var, məsləhət verərdim izləyicilərimizə. Xingal Saxşi deyilən bir restoran var Tiflisdə. Xingal Saxşi. Oranı tapın, gedin orada çox həqiqətən Aynalı körpüyə gedən yoldadır, solda. Siz ora həqiqətən məsləhət görürəm. Yəni Gürcü xəngəlinin ən təmiz, ən qəşəng verildiyi yer oradır. Yəni bütün Azərbaycanlılar buradan gedənlər hamısı ora gedir. Hər kəs içərinizə getmiş var, amma qəşəng yer. Belə bu qədər. Qabaq bizdə Çatırıq ki. Yəni çatırıq deyəndə hələ gedəcək biraz. Bu qədər. Başqa yəni yol bizdə demək olar çatırıq. Çatırıq deyəndə hələ var yəni qabaqası. Bu yoldan sağa dönəsin. Yox, get qabaqdan dönəsin. Həm biz ora çatanda qabaq əsasından danışmalıyıq. Çünki bizə pis baxmasınlar. Qadın alın, başına dönün deyə. Çox sağ olun videoyu izlədiyiniz üçün. Təşəkkürlər. Bu da Gürcüstan barədə. Buradan dön. İnşallah. Yox, buradan deyil məncə. Buradan deyil. Sür qaqaşı deyəcəm sənə mən adam. Buradan? Yox, asfalt. Onlara gedən yol burada deyil. Təşəkkürlər videonu izlədiyinizə görə. Gürcüstana gələndə yəni çalışın maksimum təbiətin, hər yerdə təbiət var, yəni təbiətin qəşəng olan yerlərinə gedin. Bir şeyə fikir vermirsən Turqut. Yolun içərisində maşın saxlayan yoxdur. Hamı kənarda saxlayır. Həqiqətən çox bayaqdan mən fikir verirəm. Kənd yerdə özdə, yəni ki yolun içində həqiqətən maşın saxlayan yoxdur. Sürücü mədəniyyəti burada var yəni. Var. Təşəkkürlər, çox sağ olun. Minnətdaram.